İndi biz danışacağıq Reggio Emilio yanaşmasından. Reggio Emilio yanaşması 1944-cü ildə Loris Malaguzzi tərəfindən İtaliyanın Reggio Emilio şəhərində yaranıbdır. Burada əsas ideyası uşaqlar arasında əməkdaşlıq. Yəni, baxın, əməkdaşlıq sözünü harda görsəz, siz bunu Reggio Emilio götürürsünüz. Səs yoxdur, müəllimə. Üzülü sayı səsi mən bağlamışdım. Hə, demək deyirik ki, bu Reggio Emilio bu pedaqoji yanaşma yenidən qoşulanlar var deyəsən. Bir daha bəlkə orada sual verən müəllimi var imiş. Yenə deyim, yenidən qoşulanlar üçün liderlik dediyim kimi Montessori yanaşmada götürə bilirik. Ona görə ki, burada qruplarla iş var. Yəni oradan məntiq olaraq düşünürəm ki, bəli, liderlik ola bilər. Amma master testlərdə yəni mən çox görməmişəm liderliklə bağlı heç imtahanda belə çox görməmişəm düşməsini. Ona görə yəni ümumiyyətlə görsəz götürərsiniz. Liderlik bacarığı burada varmı? Var. Çünki orada biz qrupla işdən istifadə edirik ona görə. Reggio Emilio dedik ki, bu pedaqoji yanaşma Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilio şəhərində yaranıbdır. Əsas ideyanın uşaqlar arasında əməkdaşlığın inkişafı, müstəqil deyək ki, öyrənmə bacarıqlarının formalaşdırılması və cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulmasıdır. Yəni baxın, cəmiyyətlə uşaq arasında deyirik ki, əlaqənin düzgün qurulmasıdır. Burada, yəni bu metodda ətraf mühit əsas rol oynayır. Uşaq burada özü tədrisin mərkəzində dayanır, öyrənmə prosesinin yaradıcısıdır. Burada həmçinin biz ətraf mühiti belə deyim də önəm verdiyimizə görə, üstünlük verdiyimizə görə deyirik ki, ətraf mühit burada üçüncü bir müəllim kimi, belə deyim də, üçüncü müəllim hesab edirlər ətraf mühiti. Emilya pedaqoji yanaşmasında idrakin inkişafı əsas hədəflərdən biri olduğu üçün mühitin uşaq idrakinin inkişafına təkan verməsi, burada fiziki, sosial cəhətdən inkişafına da şərait yaratılması deyirik ki, lazımdır. Baxın, dedik ki, Reggio Emilio yanaşması 1944-cü ildə Loris Malaguzzi tərəfindən İtaliyanın Reggio Emilio şəhərində yaranıb. Əsas ideyası uşaqlar arasında əməkdaşlıq, müstəqil öyrənmə bacarıqlarının formalaşması, cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulmasıdır. Bu metodda dedik ki, ətraf mühit əsas rol oynadı. Uşaq tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısı olur. Baxın, uşaq deyirik ki, tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Burada birinci uşaq, birinci belə deyim uşaq, ikinci müəllim, üçüncü mühit. Yəni birinci müəllim elbə ki, burada uşaq götürülür, ikinci müəllimin özü götürülür, üçüncü də mühit götürülür. Çünki burada biz dedik axı bu metodda uşaq tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Uşaq bu öyrənmə prosesinin yaradıcısı olduğuna görə birinci burada uşağı götürürük. Sonra müəllimi götürürük, üçüncü isə burada artıq biz mühiti götürürük. Burada yanaşmanın əsasından danışacağıq. Yanaşmanın əsasını sosial konstruktivizmə əsaslanır. Ümumiyyətlə, baxın, Reggio Emilio, biz dedik ki, Montessori Piaget-də, belə deyim də, Piaget əsaslanırdı, yəni Piaget-ni əsas götürürdü və Montessori, Emilia da isə biz deyirik ki, Emilia isə artıq Vygotsky-ni, yəni Vygotsky-dən təsirlənirdi, Vygotsky-lə oxşarlığı var. Çünki Vygotsky-də də biz keçəndə indi deyəcəm sizə, onsuz da bilirsiniz, məlumatlısınız, yəni Vygotsky-də sosiallıq var, burada da yəni sosial konstruktivizm nəzəriyyəsinə deyirik ki, əsaslanır. Montessori deyirik ki, Piaget-nin fikirlərinə əsaslanır, bayaqlar dedim və ona görə Emilia da biz deyirik ki, burada həmçinin Vygotsky-nin fikirlərinə əsaslanır və öyrənmə prosesi o qeyd edirdi ki, tək başına deyil, böyüklər və uşaqlarla onların sosial münasibət əsaslanan daha effektli olur. Sonra burada müəllimin rolundan danışacaq. Müəllimin rolunda burada isə biz dedik Montessori-da dedik, indi paralel edirəm ki, unutmayasınız. Montessori-da dedik ki, müəllim gözə görünməz icra edici rolundadır. Orada müşahidə metodunu sizə misal çəkdim ki, yəni nümunə olaraq yadınızda qalsın. Və burada isə biz deyirik ki, artıq Emilia'da isə deyirik ki, müəllimin rolunda uşaqların özünün qərar verməsi, yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçidir. Bələdçi.
Burada iş formasını biz cütlərlə iş götürürük. Sonra burada müəllimin ebik rolundan biz deyə bilirik ki, o tez-tez cütlüklərlə işləyir, uşaqların istəkləri haqqında söhbətlər aparır, onların bir-birinə kömək etməsinə şərait yaradır. Bu olur burada müəllimin rolu. Sonra ətraf mühitdən danışacağıq. Ətraf mühitdə burada baxın, böyük uşaq arasında olan sosial əlaqənin göstəricisidir. Xarici inkişaf etdirici burada mühit var. Burada əsas qiymətləndirmə kimi biz götürürük portfolyonu. Burada uşaq inkişafı mərhələlərlə olur. İlk təlim, belə deyim, ilk təlim gündən etibarən uşaqlarla 3 il eyni müəllim məşğul olur. Bir də burada bu da əvvəlki keçmiş testlərdə olurdu deyə deyim. Burada flowchart, yəni bu söz sizə tanış gələ bilər. Burada flowchartlar falan olurdu. Yəni bu imtahana da bəzi düşmüşdü vaxt birinci ilk olanda flowchart sözü. Yəni vermişdilər, demişlər bu hansı pedaqoji yanaşmaya aiddir. Biz də dedik ki, bu Emiliyaya aiddir. Baxın, deyirik ki, pedaqoji yanaşmanın burada əsası iştirakçıları olan kiçik yaşlı belə deyim, uşaqlara hərəkət etmək, qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə və kəşf etmək imkanı verilməlidir. Bunun üçün burada dedik ki, dəstəkləyici və inkişaf etdirici mühit ətraf aləmi dərk etməyə, yeni biliklər əldə etməyə xidmət edir. Öyrənmə prosesində burada əməkdaşlıq, deyirik ki, Emiliya pedaqoji yanaşmasının növbəti əsas hədəfidir. Baxın, əməkdaşlıq bayaqlar əvvəldə dedim ki, burada yəni vacibdir. Yəni vacib açar söz kimi yadımızda qalsın, belə deyim. Burada biz dedik ki, ali təhsil müəssisəsi arasında sıx əlaqə vardır. Sonra ailə ilə, yəni təhsil müəssisəsi arasında sıx əlaqə vardır. Sonra burada uşaqların bayaqlar dedim, bir daha deyirəm, qiymətləndirməsinə portfolyo əsasında aparılır. Burada inkişafın bütün sahələri üzrə göstəricilər qeyd olunur. Müəllim burada deyirik ki, ilk təlim günündən etibarən 3 il ərzində uşaqlarla eyni müəllim çalışır. Yəni deyək ki, qrupda məsəl üçün də müəyyən sayda uşaqlar olur. O uşaqlarla yəni 3 il, yəni başdan başlayaraq 3 il eyni müəllim məşğul olur. Və bu müddət ərzində onlar müşahidəçi kimi uşaqların ehtiyac və tələblərini müəyyənləşdirirlər. Bundan sonra isə o həftəlik plan əsasında hər bir uşağa fərdi öyrənmə, hər tərəfli inkişaf üçün geniş imkanlar açır. Əlavə olaraq onu deyim ki, qrupda 15-20 arası uşaq olur. Burada qrupda 2 nəfər olur. Müəllim belə bir ki, yox, rəhbər və orada köməkçi olur. Burada demokratik formada təşkil olunan öyrənmə prosesində uşaqların özlərinin öyrənməsində həvəs formalaşdırılır. Birgə əməkdaşlığın əsas üstünü layihə metodu hesab edilir. Yəni layihə metodu ümumiyyətlə açar söz kimi də ümumi olaraq yəni Emiliyanın vacib sözüdür. Yəni testlərdə bu sizin çox qabağınıza çıxmış ola bilər. Yəni çox gözünüzü belə deyim, yaxşı mənada mazor etmiş ola bilər. Yəni oradan bilirsiniz ki, layihə metodu dedikdə deyirik ki, bu Reggio Emilia'ya aiddir. Layihə metodu ilə iş uzun müddətli və nəticə yönümlü təşkil olunur. Müəllim, uşaq birgə hansı material seçməyi, nəyə əlavə edib və ya dəyişməyi müzakirə edir. Fikir mübadiləsi burada aparılır. Burada iş formalarından biz danışırıq. Deyirik ki, baxın, müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsini deyirik ki, Emiliya pedaqoji yanaşması üçün də xarakterikdir. Montessori pedaqoji yanaşmasına görə müxtəlif yaşlılar, biz demişdik ki, inkişaf mərhələlərinə görə qruplaşdırılır. Emiliya pedaqoji yanaşmasında isə bu qruplaşma uşağın ondan daha bilikli olan yoldaşından öyrənə bilməsi fikrinə əsasında yaradılır. Sonra hazırda Reggio Emilia nəzəriyyəsinin sinif otaqlarında istifadə olunan üsullar kimi biz deyirik ki, aşağıdakıları göstərmək olar. Burada var sensorlu masa. Baxın, bayaqlar dedik sensorla öyrənmək. Onu biz dedik ki, Montessori'da. Baxın, sensorlu masa üzərində qumla belə deyim, qum tökmək falan, yəni belə onu bir dənə canlı olaraq gözünün qabağınıza yəni gətirə bilərsiniz. Yəni mən onu belə çox görmüşəm televizorda falan. Rəssamlıqla bağlı təcrübə aparmaq, kağızda və digər materiallarda rəsm çəkmək, böcəkləri, yarpaqları, çiçəkləri kəşf etmək, rəqs etmək, qaçmaq, digər fiziki hərəkətlər, musiqi məşğələləri, ətraf mühit haqqında bilik qazanmaq üçün açıq havada oynamaq, araşdırmaq, sonra burada uşaqların fikirlərini ifadə etməsi və aralarında söhbətləri təşviq etmək və üçün müzakirələr planlaşdırmaq və s. Bunlar da aiddir bizim Emiliya yanaşmasına. Sonra burada dedik ki, iş forması cüslərlə işdir. İndi mən burada açar sözləri deyim, bir daha sizin yadınızda yəni qalsın. Emiliyanın açar sözləri, baxın, ətraf aləm, əməkdaşlıq, nitq və cəmiyyət,
sosial inkişaf nəzəriyyəsi Vygotsky, portfolio, əməkdaşlıq kommunikasiyası, uşaq özü qərar verir, özü nəticəyə gəlir, layihə var, layihə burada uzun müddətlidir, sensorlu masa, rəqs, musiqi, mahnı, bədən dili, həmçinin dedik ki, burada fiziki hərəkətlər, foto şəkillər, videolar, müzakirələr. Yəni bunlar açar sözlərdir. Bir daha deyirəm, ətraf aləmlə tanışlıq, nitq və cəmiyyət, sosial inkişaf nəzəriyyəsi, portfolio, əməkdaşlıq, kommunikasiya, əməkdaşlıq kommunikasiyası, uşaq özü qərar verir, özü nəticəyə gəlir. Layihə var, layihə uzun müddətlidir, sensorlu masa, rəqs, musiqi, mahnı, bədən dili. Sonra dedik ki, burada həmçinin foto şəkillər, müzakirələr, videolar, səs yazıları vasitəsilə uşaqların fikirlərini qeyd etməyə həvəsləndirmək. Bu oldu Emiliya. Demək, indi mən bir daha başdan istəyirəm ki, bir də Montessorunu da deyim, Emiliyanı da deyim, sonra Waldorfa keçək. İstəyirəm ki, yəni belə qısa-qısa deyim, lap dərindən içinə girməyim daha, istəyirəm yadınızdan çıxmasın. Demək, biz birinci danışdıq Maria Montessoro'dan. Maria Montessoro dedik ki, ilk dəfə 1900-cü ildə Romada tərtib edilib bu yəni yanaşma. Maria Montessoro nəzəriyyəsi İtaliyada, Hindistanda, Amerikada, Rusiyada, ümumiyyətlə bir çox ölkələrdə inkişaf etmiş, tanınmış, yayılmış bir yanaşmadır. Diferensiallıq var. Burada diferensiallıq uşaqlarla individual öyrənmək Montessori'yə aiddir. Burada Maria Montessori pedaqoq həkim olubdur və o 50-lərlə, yəni SIM uşaqlar üçün ilk dəfə elmə diferensiallığı gətiribdir. Maria Montessori biz demişdik ki, burada onu elmə gətirib və sonra bütün uşaqlar üçün unikal öyrənmə əldə, yəni unikal öyrənmə olub da, belə deyim. Açar söz kimi burada diferensiallığı götürə bilirik, radikallığı götürə bilirik. Sonra Maria Montessori nəzəriyyəsi kognitiv konstruktivizm öyrənmə idi. Bu da Piaget ilə oxşarlıqdır. Kognitiv konstruktivizm, yəni idrak tələbatı deməkdir. Burada uşaq mərhələlərlə öyrənir. 2 mərhələ var idi. Şüursuz mənimsəmə, şüurlu mənimsəmə. Şüursuz mənimsəmə 0-3, şüurlu mənimsəmə isə 3-6 yaşdır. Maria Montessori'yə görə uşaqlar tam inkişaf etməlidir. Montessori tam inkişafı zehnlə ürəyin vəhdətində götürürdü. Zehin, idrak, ürək, emosional. Yəni bu o deməkdir ki, burada idraki tələbatla emosional tələbatı qarşılaya bilsən, zehnlə ürək vəhdətdə olar. İdrak tələbatı, emosional tələbat, intellektual keyfiyyət, motivasiya yaradır, yəni öyrənməyi sevdirmək. Hə, demək burada emosional tələbat motivasiya yaradır dedik, yəni öyrənməyi sevdirmək. Montessori'nin fikrinə əsasən təhsil yalnız dedik ki, burada öyrətməkdən ibarət deyil, həm də uşağın psixoloji inkişafına yönəlməlidir. Müəllimin rolu burada dedik gözə görünməz icra edici rolundadır. Müəllim Montessori'də gözə görünməz icra edici, yəni bizim dəyərləndirmədə apardığımız müşahidə metodunu biz ona misal olaraq dedik ki, çəkə bilərik. Yəni müşahidə metodunda müəllim necə, yəni uşaqdan xəbərsiz belə deyim də müşahidə edir. Ona görə biz bunu müəllim burada gözə görünməz icraçı rolunda olur. Burada uşaqlarla sərbəst, öz sözləri, fərdi, diferensial, müstəqil sözləri bura xarakterikdir. Beləliklə uşaqlarda özünü idarə etmə bacarığı formalaşır, özünü tərbiyə, özünü tanıma, özünü dərk, özünü idrak, özünü idarə, özünü təşkil etmək, özünə nəzarət. Deyirik ki, bunların hamısı uşağın özündən başlayır. Müəllim uşaqları real aləmlə yaxından tanış edir. Bu tanışlıqda onları tək və qrup halında hiss üzvləri sayəsində təcrübə əsasında öyrənməsinə şərait yaradır. Yəni, burada hiss üzvləri sensor mədəniyyət Montessori'yə aiddir. Sensor mədəniyyət də bayaqlar misal çəkdim ki, məsələn, müəllim makyaj edib gedir, uşağın xoşuna gəlir. Bu olur sensor mədəniyyət.
Ə, Yəni burada Montesero müəllim deyir ki, uşaqların özünü idarə, intizam bacarıqları formalaşdırır. Yalnız konflikt yarana biləcək vəziyyətdə olarsa müəllim müdaxilə edir. Burada ətraf mühitdə müəllimin rolunda biz danışdıq ki, müəllim, yəni burada otaqları onu deyim ki, müəyyən vəsaitlərlə doldurur. Bunu əvvəldə də demişdim. Uşaqların görür ki, artıq oyuncaqları falan yoxdur. Bundan təsirlənir və otaqları müəyyən didaktik belə deyim oyuncaqlarla doldurur. Sonra burada açar söz kimi dedik ki, biz idraki konstruktivizmdir, diferensial mühitdir, radikal idi, fərdi qrup işi var idi, tam öyrənmə, zehin və ürəyin vəhdəti, sens motor, sensor mədəniyyət, müəllim gözə görməz icra edicidir, fiziki mühit, resurs, güşələr burada aiddir, təşkilati funksiya, sim uşaqlar üçün nəzərdə tutulmuşdur, akademik bilik, praktikidir, didaktik oyun, riyaziyyat məşğələsi və sens motor zonalar. Bir də ki, burada dedik ki, şüurlu, şüursuz mənimsəmə 0-3-6 yaş. Bu oldu bizim Montessori və sonra biz Emilia'dan danışdıq. Emilia'nı qısa olaraq bir dənə deyim. Keçək Waldorfa. Emilia deyir ki, 1944-cü ildə Loris Malaguzzi tərəfindən İtaliyanın Reggio Emilia şəhərində yaranıbdır. Əsas ideyası uşaqlar arasında əməkdaşlıq, müstəqil öyrənmə bacarıqlarının formalaşması, cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulmasıdır. Bu metodda ətraf mühit əsas rol oynayırdı. Uşaq tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Burada birinci uşaq, ikinci müəllim, üçüncü mühit götürülür. Yanaşmanın əsası sosial konstruktivizmə əsaslanır. Müəllimin rolu deyirik ki, uşaqların özünün qərar verməsi, yekun nəticəyə gəlməsi və cavabdeh olan bələdçidir. Burada iş forması cütlərlə işi götürdük. Ətraf mühit burada dedikdə isə biz deyirik ki, böyük uşaq arasında olan sosial əlaqənin göstəricisidir, xarici inkişaf etdirici. Burada əsas qiymətləndirmə portfoliodur. Burada uşaq inkişafı mərhələlərlə olur. İlk təlim günündən etibarən uşaqlarla 3 il elbə ki, eyni müəllim məşğul olur. Qrupda dedik ki, belə deyim 15-20 arası uşaq olur və qrupda rəhbər və müəllim olur. Burada flowchart var dedik. Burada sensorlu masa üzərində elə bil ki, qumla tökmək var. Sonra burada var dedik ki, foto şəkillər, müzakirələr, videolar, səs yazıları, layihə metodu var. Yəni layihə də burada uzun müddətlidir. Sonra uşaqların burada dedik ki, musiqi məşğələlərini deyə bilərik, rəssamlıqla bağlı təcrübə aparmaq, kağızda və digər materiallarda rəsm çəkmək. Sonra burada və biz bir neçə də açar söz dedik, onları da deyim. Dedik ki, ətraf aləmlə tanışlıq, nitq və cəmiyyət, sosial inkişaf nəzəriyyəsi Vygotsky, portfolio, əməkdaşlıq kommunikasiyası, əməkdaşlıq yəni kommunikasiya, uşaq özü qərar verir, özü nəticəyə gəlir, layihə var, layihə uzun müddətlidir, sensorlu masa, rəqs, musiqi, mahnı, bədən dili. Bu oldu Emilia. Emiliadan kimə nəsə qaranlıq af, kim nəyisə başa düşmürsə buyurub sual verib soruşa bilər. Yəni sualınız varsa verin, mən Üjü Valdorfa keçirəm. Kiminsə sualı var? Deyəsən heç kəsin sualı yoxdur. O zaman başlayaq Waldorfda. Demək, Waldorf pedaqoji yanaşması haqqında öncə onu deyək ki, 1919-cu ildə Almaniyada belə deyim, Almaniyada yaranıbdır. Rudolf Steiner tərəfindən. Yəni bu yanaşmanın belə deyim, yaranmasına səbəb nədir? Bu yanaşmanın yaranmasına səbəb fabrik işçilərinin uşaqları üçün məktəb yaratmaq təşəbbüsü idi. Steiner uşaqların mənəviyyatını inkişaf etdirməyin vacibliyinə inanırdı. O Rusiyanın fikrindən ilhamlanaraq iddia edirdi ki, uşaqlar təbii, qayğıkeş, rahat mühitdə, böyüklərin xaricdə müdaxiləsi olmadan böyüməlidirlər. Baxın, deyir ki, burada uşaqlar təbii, qayğıkeş, rahat mühitdə, böyüklərin xaricdə müdaxiləsi olmadan böyüməlidirlər. Pedaqoji yanaşmanın əsasında belə bir fikir dayanır ki, deyir ki, insanlara onları əhatə edən təbii aləmi kəşf etmə imkanı verilsə, onlar təbii yolla inkişaf edəcəklər. Steiner'ın əsas məqsədi nə idi? Baxın, Steiner'ın əsas məqsədi texnologiyanın, yəni müasir texnologiyanın belə deyim, insana verdiyi pis təsirlərin mədəniyyətdə yarada biləcəyi pisliklər, yəni mədəniyyətdə yarada biləcəyi problemləri köklənmək idi. O təhsildə elə yenilik yaratmaq istəyirdi ki, çətinliklərin öhdəsindən gələ biləcək uşaqlar yetişsin. Demək, baxın, bir də deyirəm, Waldorf yanaşması 1919-cu ildə
Aa, bəli, göndərəcəm. Ödənişli qrupa göndərəcəm. Digər müəllimlər üçün də YouTube kanalına yerləşdirəcəm. Demək, Waldorf yanaşması bir daha deyirəm, 1919-cu ildə Almaniyada yaranıbdır. Russonun fikrindən təsirlənib ilk dəfə fabrik işçiləri üçün bu yanaşmadan istifadə olunub. Waldorf deyirdi ki, uşaqlar təbii, qayğıkeş, rahat, böyüklərin müdafiəsi, belə deyim də, müdaxiləsi olmadan böyüməlidir. Amma baxın, indi bir dənə xatırlatma edək. Montessori nə deyirdi? Montessori da biz nə deyirdik? Mühitdən deyəcəm indi. Montessori da biz deyirdik ki, daxili inkişaf etdirici mühit. Amma Waldorfda isə deyirik ki, xarici inkişaf etdirici mühit. Yəni bu çox vacibdir. Sizə deyim ki, imtahanda bu daxili inkişaf etdirici mühit, xarici inkişaf etdirici mühit mütləq düşür. Yəni bunu yadınızda saxlayın, ya qeyd kimi götürün. Baxın, Montessori'da deyirik ki, daxili inkişaf etdirici mühit idi. Waldorfda isə deyirik ki, xarici inkişaf etdirici mühit idi. Steiner'ın əsas məqsədi dedik nə idi? Steiner'ın əsas məqsədi texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətdə yarana biləcəyi problemlərə köklənmək idi. O deyirdi ki, sosial şəbəkə uşağın tərbiyəsinə, əxlaqına mənfi təsir edəcək. Uşaqlarda aqressiya, passivlik, asosiallıq, əqli qüsurlar, uşaqlarda bir şey hiss edə bilməmək yaranacaq və onlarda mənəvi sarsıntı yaradacaq. Uşaqlarda həmçinin deyir ki, problem həll etmə bacarığını, kreativliyi, əl bacarığını məhv edəcək. Ümumiyyətlə, müasir dövrdə belə deyim də, hər kəsin indi evdə uşağı var, yəni biri də mən, yəni 90% demək olar ki, 90%-imizin uşaqları az da olsa, heç verməyən valideyn belə deyim də 10 dəqiqə də olsa uşağımıza telefon veririk da, hətta və daha çox. Yəni telefon verəndən sonra və yaxud o həddi, o limiti aşıb uşaq daha çox telefona, hətta telefonu qoyuram bir kənara, lap olsun televizorda saatlarla cizgi filmi izləmək. Yəni uşaq ona baxırsa, çox, yəni telefon, çox televizor belə deyim də, müasir texnologiya dedik də burada. Onları izləyirsə, görürsüz həqiqətən o uşaqda necə aqressiya olur, necə əsəbilik olur. Özün də baxırsan, deyirsən ki, bunun artıq başı pozulub, dəli olubdur. Hətta mən bir çox müəllimlərimdən tanışlar var idi, eşitmişəm ki, hazırda müəllimlər var idi. Yəni uşağım deyir ki, çox saatlarla cizgi filminə baxdı, autizm oldu. Yəni doğrudan həqiqətən, yəni burada fikrində çox haqlıdır da. Yəni müasir texnologiya uşaqlarda həqiqətən bir çox pisliklər yaradır. Yəni burada baxın, deyir Steiner'ın əsas məqsədi texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətdə yarana biləcəyi problemlərə köklənməsi idi. O deyirdi, sosial şəbəkə uşağın tərbiyəsinə, əxlaqına mənfi təsir edəcək. Uşaqlarda aqressiya, passivlik, asosiallıq, əqli qüsurlar, uşaqlarda bir şey hiss edə bilməmək yaranacaq və onlarda mənəvi sarsıntı yaradacaqdır. Uşaqlarda problem həll etmə bacarığını, kreativliyi, yəni yaradıcılığı da belə deyim, əl bacarığını məhv edəcəkdir. Pedaqoji, belə deyim, nəzəriyyənin biz deyirik ki, əsasını deyirik burada öyrətmə və öyrənmənin humanist ideyaları təşkili. Baxın, burada öyrətmə və öyrənmənin görürsüz, öyrətmə və öyrənmənin humanist ideyalarının təşkili. Burada biz deyirik ki, Steiner bu fikirlə razı idi ki, uşaqlar böyüklərin dünyasında kənarda öz belə deyim təbiətlərinə uyğun böyüməlidirlər. Waldorf pedaqogikasının əsas amil söz azadlığı idi. Burada pedaqoji yanaşma uşaqların hərtərəfli inkişafına, insanın ruhuna azadlıq verməyə xidmət etməlidir. Yəni söz azadlığı, ruhuna azadlıq görsəz, siz bunu Waldorf götürürsünüz. Bu yanaşma həmçinin uşaqların emosiya və hisslərinin inkişafını da nəzərdə tuturdu. Steiner konstruktiv pedaqogikada təbliğ olunan fikirlərlə deyil, hərtərəfli mənəvi inkişafa əsaslanan humanist ideyalara daha çox fikir idi. Burada biz deyirik ki, baxın, Waldorf pedaqoji yanaşmasının ən yaxşı izah edən xarakteristikası isə daimi inkişaf edən insandır. Daimi, yəni inkişaf edən insan. Zaten onlar nə bildirir? O bildirir ki, uşaq, yəni texnologiyalar onu məhv edir, yəni onun yaradıcılığını, kreativliyini, əl bacarığını, yəni kiçik motor bacarığını, yəni bir çox məhv etmiş olur, problem həll etmə bacarığını, amma artıq o texnologiyanı uşağa vermirsə, yəni deyir ki, bu uşaq daim öz üzərində çalışır, öz üzərində işləyir və buradan nə ortaya çıxır? Buradan daim inkişaf edən insan. O həmçinin bütün uşaqların gözəllikləri sevməsi və incəsənətlə bağlı olması üçün çalışırdı. Digər pedaqoji yanaşmalarda olduğu kimi burada da önəmli olan hər bir uşağın özünə məxsus ehtiyaclarına köklənməkdir. Uşaq inkişafında 7 yaşa qədər xüsusi dövrüdür və bu dövr ərzində onlar həmişə azad, inkişaf edən, öyrənən varlıqlardır. Baxın, azad, inkişaf edən, öyrənən varlıqlardır.
Burada müəllimin rolunda deyirik ki, Reggio və Montessori pedaqoji yanaşmalarına nisbətən burada daha çox uşaqlarla birgəlik və bərabərlik, bax, 2 dənə B, birgəlik və bərabərlikdən biz burada danışırıq. Burada deyirik ki, biz müəllimin rolunda birgəlik bərabərlik hissi formalaşdıran müdaxilə ilə mənəvi bələdçi rolundadır. Bununla yanaşı uşaqların bir-birini ətraf mühitin qayğısına qalmağa həvəsləndirilməsi əsas şərtlərdəndir. Burada uşaqların davranışı ilə belə deyim, bağlı problemlərlə üzləşdikləri zaman ya fəaliyyət növü dəyişdirilir, məsələn, uşaqlar davranış ilə bağlı belə deyək də problemlərlə üzləşirlərsə, yəni üzləşən zaman deyirik ki, ya fəaliyyət növü dəyişdirilir, ya yeni hekayə danışılır, ya da onlara incəsənət növündə nümunə göstərilir. Burada nağıl, hekayə danışmaq sistemin əsas hissələrindən biridir. Sonra burada ətraf mühitin rolundan deyək Valdorfda. Ətraf mühitin rolu deyirik ki, burada mühit təbii komponentlərin təşkil edilməli və qayğı ilə əhatə olunmalıdır. Oyuncaqlar və vəsaitlər daha çox əllə düzəldilir. Material olaraq taxtaya üstünlük verilir. Çünki burada texnologiya yoxdur da. Ona görə deyirik ki, oyuncaqlar əllə düzəldilir və material olaraq biz taxtaya üstünlük veririk. Təbiəti tərənnüm etmək üçün təbiətdə olan müxtəlif rənglərdən istifadə edilir. Burada biz deyirik ki, erkən yaşlı uşaqlar öyrənmə prosesini ilk dəfə müəllimlərin təqlid etməklə başlayır. Baxın, öyrənmə prosesinə deyirik ki, erkən yaşlı uşaq ilk dəfə müəllimlərini təqlid etməklə başlayırlar. Məktəbə qədər deyirik ki, biz təhsil müəssisələrində əsas fikir tətbiq edərək öyrənməkdir. Kiçik yaşlı uşaqlar hekayələr, mahnılar, keyfiyyətli materiallarla işi düzgün davranış formaları vasitəsilə deyirik ki, fiziki və nitq inkişaf, maraq, düşüncə, gəlirəm. Burada deyim ki, Waldorf metodunda öyrənmə prosesi ardıcıl həyata keçirilir. Əvvəlcə tanışlıq olur, sonra tanışlıqdan təcrübə, təcrübədə isə müxtəlif anlayışlar əldə edilir. Baxın, burada dedik ki, öyrənmə prosesi ardıcıl həyata keçirilir. Əvvəlcə tanışlıq, sonra tanışlıqdan təcrübə, təcrübədə isə müxtəlif anlayışlar əldə edilir. Sadalanan 3 addım, burada deyirik ki, həqiqi öyrənmə prosesinin əsasını təşkil edir. Burada deyir ki, təhsil bir incəsənətdir, düşüncəsi mövzunu estetik mühit yaratmaqla uşaqlara aşılamağı ideya edir. Burada xüsusi rol olan hekayələrin dinlənməsindən sonra uşaqlar əldə etdikləri bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini və bədləşdirib danışır ya da əyləncəli tamaşa qurmaq ifadə edirlər. İndi açar sözləri mən tez-tez deyim, çünki Zoom-un bitməyinə 4 dəqiqə qalıbdı. Baxın, Waldorfun açar sözləri eyni ya belə deyim, eyni yaşlı qrup, sonra humanist ideya, hər tərəfli insan. Baxın, bunu asan necə yadınızda saxlayacağız? H hərfləri, h. Humanist ideya, hər tərəfli insan, həqiqət mənəviyyatı, sonra bılar və ölər. Baxın, birgəlik, bərabərlik, öyrətmə, öyrənmə. Görürsünüz, hlar, bılar, ölər. Yəni, belə yadınızda saxlayın ki, h-nın kubu, sonra yəni belə təxmində b-nın kvadratı, ö-nün kvadratı. Yəni, humanist ideya, hər tərəfli insan, həqiqət mənəviyyatı, birgəlik, bərabərlik, öyrətmə, öyrənmə. Sonra təqlid tətbiq edərək, çünki biz dedik, axı uşaq burada öyrənmə zamanı müəllimini belə deyim, ilk dəfə təqlid edərək öyrənir. Tətbiq edərək, sonra tanışlıq, təcrübə, o da biz bayaqlar dedik ki, ardıcıllıqdan, yəni söz azadlığı, balanslı insan. Balanslı insan nə deməkdir? Burada yəni 4 inkişaf sahəsi üzrə eyni formalaşan, yəni deməkdir burada. Sonra dinindən, dilindən, mədəni müxtəliflik səriştəmizdə belə deyim. Yəni bunu görsəz yenə Waldorf götürürsüz. Sonra kukla teatrı, bədii təfəkkür məşğələsi, xarici mühit. Yəni görsəz götürürsüz Waldorf. Bir daha deyirəm. Eyni yaşlı qrup, humanist ideya, yəni H-nın kubu, gəlin birinci belə deyək, H-nın kubu, humanist ideya, hər tərəfli insan, həqiqət mənəviyyatı, birgəlik, bərabərlik, öyrətmə, öyrənmə. B-nın kvadratı, yəni birgəlik, bərabərlik, Ö-nün kvadratı, yəni öyrətmə, öyrənmə, təqlid tətbiq edərək, sonra tanışlıq, təcrübə, söz azadlığı, balanslı insan, yəni 4 inkişaf sahəsi üzrə eyni formalaşan, sonra dinindən, dilindən, mədəni, deyirik ki, müxtəliflik, kukla teatrı, bədii təfəkkür məşğələsi, xarici mühit. Bu da oldu bizim Waldorf. Və istəyirəm bir dənə, usta 2 dəqiqə qalıbdı, o birilərinin də bir dənə açar sözünü deyim, bir daha yəni qarışdırmayasınız, tez belə deyim, daha beyninizdə bir dənə təkrar olsun. Baxın, biz indi deyək, Montessorunun açar sözlərini, burada şüurlu, şüursuz mənimsəmə, idrakçı,
Montessorun açar sözlərini bir dənə deyək. Baxın 0-3 bir də 3-6 yaş şüurlu-şüursuz mənimsəmə, idraki konstruktivizm, differensial mühit, idradikal idi, fərdi qrupla iş, tam öyrənmə, zehn və ürəyin vəhdəti, sensmotor, sonra sensor mədəniyyət, müəllim gözə görünməz icra edicidir, fiziki mühit, resurs, güşələr aiddir burada, təşkilati funksiya, sim uşaqlar üçün nəzərdə tutulubdur, akademik bilik, praktik edir, didaktik oyun, sonra riyaziyyat məşğələsi, sensmotor zonalar aid oldu. Yəni bunlar Montessorunun belə deyim açar sözləridir. Waldorfu yəni yeni dedim, ona görə təkrar demək istəmirəm. Bir dənə Emilianı da deyək. Sonra dərsimiz yekunlaşır. Emilian açar sözlərində isə biz dedik ki, ətraf aləmlə tanışlıqdır, nitq və cəmiyyətdir, sosial inkişaf nəzəriyyəsi Vygotsky, portfolio, əməkdaşlıq kommunikasiyası, sonra burada uşaq özü qərar verir, özü nəticəyə gəlir, layihə var, layihə uzun müddətlidir, sonra sensorlu masa, rəqs, musiqi, mahnı, bədən dili. Yəni, baxın, bir daha deyirəm, biz dedik ki, Emiliada ətraf aləmlə tanışlıq, nitq və cəmiyyət, sosial inkişaf nəzəriyyəsi Vygotsky, sonra portfolio, əməkdaşlıq, kommunikasiya, uşaq özü qərar verir, özü nəticəyə gəlir, sonra layihə var, layihə uzun müddətlidir, sensorlu, masa, rəqs, musiqi, mahnı, bədən dili. Bugünkü dərsimiz bu qədər bitdi. Əgər bundan da, yəni axırıncı Waldorfdan da qaranlıq əgər nəsə qalıbsa, qrupa yazarsınız, çünki link bitir artıq. Mən sualınızı cavablayaram. Əgər kimə nəsə qaranlıq qalıbsa belə deyim, dərsin kaydını göndərəcəm, ödənişli qrupa testi göndərəcəm və PDF atacağım. Gələn dərsin, yəni qalan dərsləri narahat olmayın. Gələn dəfə qarışıq sual cavab eləyəcəm, etik davranışı, bir də bunu testdə də gələn dəfə baxacaq. Ya bəlkə cavablar atdım, özünüz yoxlayarsınız. Yəni belə, kiminsə əlavə sualı varsa yarım dəqiqə müddətində verə bilər, ya qrupa yaza bilər.